Kürdəmirdə qarşıdan gələn Ramazan və Novruz bayramları ilə əlaqədar xeyriyyə aksiyası təşkil olunub. Aksiya rayonda yaşayan xeyriyyəçi insanlar tərəfindən həyata keçirilib. Xeyriyyə aksiyası çərçivəsində rayonda yaşayan az təminatlı ailələr nəzərə alınaraq onlara bayram sovqatları, ərzaqlar paylanılıb. Ərzaqlar əvvəlcə təyin olunmuş ambara toplanıb, sonra hissə-hissə ailələrə təqdim olunub. Bu tədbir yerli insanlar tərəfindən böyük rəğbətlə qarşılanıb. Sakinlər təşkil olunan aksiyaya görə xeyriyyəçi və təşkilatçı olan insanlara öz minnətdarlığını bildiriblər. Bugün Kürdəmirdə Ramazan ayı və Novruz bayramı münasibəti ilə Kürdəmirdə yaşayan 100 az təminatlı ailəyə ərzaq yardım edəcəyik. Məqsədimiz də odur ki, Kürdəmirdə yaşayan az təminatlı ailələri bu bayram aylarında sevindirək. Hər bir sovqatın içində zəruri olan ərzaqlar, o cümlədən kartof, soğan, un, ət və digər ərzaq məhsulları az təminatlı ailələrə paylanılıb. Məqsəd isə müqəddəs Ramazan bayramı və eləcə də Novruz bayramı ərəfəsində az təminatlı ailələrə yardım etmək, onlara dəstək olmaqdan ibarətdir. Çox sağ olun, bu bayram günü bizi sevindirdiyinizə görə Allah bunu verən çox sağ olsun, Allah balalarını saxlasın. Bu Ramazan ayında sevindirdiyinizə görə bunu təşkil edənlərə Ramazan ayı mübarək olsun. Qeyd edək ki, bu kimi aksiyaların gələcəkdə də xeyriyyəçi insanlar tərəfindən mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. Günel Zülfiqarova, Aqil Əsadov, Musa Qəmbərov bugün informasiya proqramı üçün.